Hava nəqliyyatında Baş Gömrük İdarəsinin logistika mərkəzi gömrük postunda ölkəyə idxal, ixrac və tranzit daşınan yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirir. Bunu Hava nəqliyyatında Baş Gömrük İdarəsinin logistika mərkəzinin gömrük postunun rəisi Rövşən Mahmudzadə həmin quruma təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Gömrük rəsmiləşdirilməsi ümumilikdə risk əsaslı Araz sistemi tərəfindən analiz vasitəsilə həyata keçirilir. Araz sistemi həmin yüklərin gömrük yoxlanılmasına, cəlb olunmasına indikator vasitəsilə məlumat verir və gömrük yoxlanılması həyata keçirildikdə gömrük qanunvericiliyində mallar uyğunluq təşkil edirsə, gömrük buraxılışı təmin olunur. Gömrük buraxılışı uyğun deyilsə, müvafiq olaraq protokol əsasında Əməliyyat Təhqiqat İdarəsinə təhvil verilir. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin bölməsinin böyük inspektoru Xatirə Məmmədova isə gömrük orqanlarını gömrük nəzarətini təkmilləşdirilmiş qaydada həyata keçirmək üçün nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sərnişinlərə yaşıl və qırmızı kanaldan keçməsini təmin etdiyini açıqlayıb. Yaşıl kanal buraxılış sistemi malların şifahi qaydada bəyan edilməsi üçün nəzərdə tutulmuşdur. Yəni, əgər vətəndaş yaşıl kanala daxil olursa, bu o deməkdir ki, onun əl yükündə və yaxud müşahidə olunan bagajında gömrüyə yazılı şəkildə bəyan olması mal yoxdur. Qırmızı kanal buraxılış sistemi isə malların yazılı qaydada bəyan edilməsi üçün, yəni gömrük bəyannaməsi təqdim edilməklə tətbiq olunan buraxılış sistemidir. Lakin bildirmək istərdik ki, yaşıl kanal buraxılış sisteminə daxil olan vətəndaşlar Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən gömrük orqanı əməkdaşları tərəfindən qırmızı kanala dəvət edilə bilərlər gömrük yoxlaması üçün.